Kənddə yaşayan insanların əksər hallarda eşidirsiniz torpaqdan doyması, ümumiyyətlə o həyatı şəhər həyatı ilə əvəzlənməyə çox cəhd göstərirlər. Bu kütləvidir. Ümumiyyətlə dünyada kənd təsərrüfatı Avropada inkişaf eləmiş ölkələrdə necə olur, gəlirli olur. Azərbaycanda amma ailələr torpaqdan istifadə edə bilmədiyinə görə gəlirsiz olur. Və insanlar öz torpağından demək olar ki, əksər hallarda küsür. Bəs Biogardendə əsasən çalışmışıq ki, hər kvadrat torpaq, hər litr su bu işlə məşğul olan insanlara necə gəlir gətirməyin bir yollarını göstərək. Dünyanın əksər ölkəsində ümumiyyətlə kənd təsərrüfatının strategiyasını, fermerlərin hədəfini, iş uzarlığını, işə yanaşmasını müəyyən səpkilərdə özümdə öyrənməyə və birləşdirməyə çalışmışam. Bəs Biogardenin yaradılmasında bu təcrübə elə bilirəm ki, özünü qabarıq olaraq göstərir. İkinci, ən əsası. Bunu əksər hallarda da insanlarla görüşəndə də səsləndirirəm ki, Azərbaycanda kənd təsərrüfatının inkişafının göstəricisi bir neçə insanın böyük bağlar salması ilə ölçülmür. Bu kütləviləşməlidir. Yəni ki, hər bir kənddə yaşayan insan öz torpağının dəyərini, ondan necə istifadə etməyini, ailəsini məhz bu layihədə necə birləşdirə bilərəm? Bu bilginin sahibi olmalıdır. Biogardendə əyanı olaraq ailəmin timsalında bunu insanlara rahatlıqla göstərə bilirik. Yəni, mən Biogardendə yalnız aqrar sahə ilə məşğul oluram. Düzdür, məsuliyyətli, çətin, enerji tələb edən, bilgi tələb edən bir sahədir. Həyat yoldaşım istehsal olunmuş məhsulların emal prosesindən keçirərək müxtəlif çeşidli hazır məhsullara çevirir. Mürəbbə olsun, sirkə olsun, olsun və olsun. Yəni, maksimum halda. Evlatlarım turizm sektorunu idarə edir. Ən əsası da kənd həyatının turizmə inteqrasiyası. Bu, çox gəlirli bir sahədir. Amma yenə deyirəm, məsuliyyətli, bilgi tələb edən bir sahədir. Kör təbii ola bilməz. Və məhz Biogarden Azərbaycanda iş aqroturizm məkanıdır. Və elə bilirəm ki, dövlət sektoru tərəfindən də dəyərləndirilən, cəmiyyətimiz tərəfindən də çox lazımlı bilinən və çox hörmət və sevgi ilə qarşılanan bir sahəyə çevrilir.